Sezam küçəsi 1969-cu ildə xüsusilə az təminatlı ailələrdən olan uşaqları məktəbə hazırlamaq üçün efirə buraxılmışdır. İlk epizodlarda əlifba, sayma, fiqurlar və sadə məntiqi bacarıqlar öyrədilirdisə, daha sonralar şounun məzmunu daha da zənginləşdi və uşaqlara təkcə akademik bacarıqlar yox, həm də qlobal dəyərlər aşılamağa başladı. Sezam küçəsində irqçilikdən tutmuş, müxtəliflik və inklüzivlik kimi mövzular uşaqların yaş səviyyəsinə uyğun izah olunur. Məsələn, 2002-ci ildə şounun Cənubi Afrikada yayımlanan versiyasına yeni personaj daxil edildi. Adı Kami olan, anası vəfat etmiş və QİÇS xəstəliyinə yoluxmuş 5 yaşlı bu personaj uşaqlara itkini, kədəri və xəstəliklərlə başa çıxmağı sadə dillə izah etməyə çalışırdı. Hətta 2006-cı ildə UNICEF tərəfindən paylaşılmış videoda Bill Clinton və Kami birlikdə çıxış etmişdilər. 2012-ci ildə isə 15 ölkədə aparılmış araşdırma göstərdi ki, Sezam küçəsi uşaqlarda həm koqnitiv, həm də sosial bacarıqların inkişafına müsbət təsir göstərir.